Herkese salam. Bugün Almaniyadan qonağımız var və saçına ombre balyaj eləyəsiyik. Saçını Brian'ın asfitleniyasından, tozundan istifadə eləyib 9-10 tonuna qədər təmiz açıb isti tonlarında bir boya işləmə eləyəcəm. Qarışdırıram 1-2 30%'la. %30'la 1-2 qarışdıranda, 1-2 qarışdıranda, 1-1 qarışdıranda tamına 30% verir. 1-2 qarışdıranda, məsələ 44 qram toz qoydum. İndi 88 qram oksidant qoyub və oksidantın gücünü də aşağı düşürmüş oldum. Və mikserdən istifadə edib mikserlə qarışdıracağım. Ki rahat qarışsın, həm də hər yeri qarışsın. Ümumilikdə 1 dəqiqəyə qoydum, 1 dəqiqəyə. Bunu niyə bununla qarışdırıram? Çünki qarışımı keçən dəfə mən də əllə qarışdırırdım həmişə, ya da ki əllə olan mikserdə, amma bunu istifadə elədim və baxıram ki istifadəsi çox rahatdır. 1 dəqiqə ərzində istədiyiniz kıvama gətirir, çıxardır. Əslində boyalarda 1 dəqiqə kifayət edirsə, tozlarda 1 dəqiqə belə çoxdur. Yəni bir 40 saniyə qarışdırsa bildiyiniz qaymaq eləyir. Başlayaq. Yaxşı, qoy bir. Çox yox. Bir 10 saniyədə qarışsın. Oldu, tərtəmiz. Çox gözəl bir qarışım oldu. Artıq fikirləşməyə ehtiyac yoxdur ki, toz yaxşı qarışmayıb, hər yerinə eşid açmayasıdır və getdiyin balyajı yığmağa. Gəlin saça ombre balyajı eləyək. Bax, saçın ucları zədəlidir. Aşırı zədə var və xanımın özü ilə razılaşdıq. Reklam keçsə Murad. Uclarını 2-3 santim kəsəcəyik. Amma ümumilikdə saçı ombre eləsək sarılıq çox olar və naturallıq az qalar. Buna görə biz ombre balyaj eləyək ki, sarılıqla naturallıq eyni səviyyədə olsun. Siz tutamı tutanda elə tutmaq lazımdır ki, burası tam sərt olsun. Yəni boşluq buraxmaq lazım deyil ki, nasos eləyəndə nasos eşit getsin. Hər yeri eyni şəkildə getməlidir nasosun. Və ən vacibi diblərdir. Diblərdə bilirəm ki, hər biriniz problem yaşayırsınız. Ona görə ortasına biraz dərman qoyub diblərinə sıyıra bilərsiniz bu qaydada. Ki perixodu daha yaxşı çıxsın. Bir də çevirirsiniz alta, altda yenə eyni qaydada, amma çox da dibə keçməyə ehtiyac yoxdur. Perixod qutarandan sonra götürürük faliqanı, səliqəli qoyduq. Artıq dibləri ilə bir işimiz yoxdur. Dibə heç nə eləmirik. Eyni qaydada çəkdik, daradıq, tutduq, tutandan sonra nasos eləyik. Nasosdan sonra perixod. Perikoddan sonra faliqa və bu aşama davam eləməlidir.
Və asfitleniyanı, paraşoku hər yerinə eyni qaydada çəkin ki, bir tərəf şişmə, daşma verib daha çox, daha az açılma söhbət olmasın. Hər tərəf eyni qaydada olmalıdır. Bax, görürsünüz, hər tərəf eyni qaydadadır. Və eyni qaydada çıxırıq yuxarı. Video çox uzanmasın deyə bunu da göstərib dayandırıram. Və bunu da deyim ki, saç 90 dərəcə olmalıdır. Bax, 90 dərəcə olmalıdır. Ha tərəfə gedirsə saç o tərəfə də çəkilməlidir. Burada darağı götürdük, daradıq. Daradıq, baxırıq saçın istiqaməti haradır. O yönə də olmalıdır. Birinci diblərindən açosu veririk, sonra ortadan dibə çəkirik. Görürsünüz bu qaydada, tərtəmiz. Açıcı tozu hər yerə dediyim kimi eşit, yəni paralel, düzgün qoyun ki, bir tərəf açılsın, bir tərəf açılmasın, belə bir mövzu olmasın. Və çalışın ki, falqadan çox istifadə eləyəsiniz ki, buralarda pükülür bəzi yerlərdə daşmalar falan olur və bu şəkildə eləyə bilərsiniz, problem yoxdur. Ki, hər yeri tərtəmiz eyni səviyyədə açılsın. Ümumilikdə saçın altları daha dolğundur, yəni sarısı daha çoxdur. Üstlərdə isə sırf perixod olan yerlərdə sarını daha az eləyirəm. Niyə? Ki, omredən daha fərqli olsun və müştəri makiyajsız da bunu rahatlıqla istifadə eləyə bilsin. Ümumi sarı olsa artıq bu o qədər də maraqlı bir boya olmaz və daima makiyaj tələb eləyər. Daima makiyaj eləməmək üçün üstləri daha natural eləyirik, amma altlar, onlar demək ki, tamamilə sarıdır. Поворачиваемся ко мне, спасибо. Голову чуть-чуть вперед, вот так, отлично. Sırf açma boyamada ümumilikdə ən çox rol oynayan iki dənə məqam var. Bir, asfitleniyanı necə çəkirsiniz? Bu məqamdır. Hər yerinə eşit çəkilməlidir, eyni çəkilməlidir. İkincisi də falqanın içində saç necə rahat eləyir, bu da çox önəmlidir. Niyə? Çünki orada boğulma verir, şişdikcə şişir, başlayır həm isinmə gedir, həm də daşma gedir və daşma da gətirib yaxşı yerlərə çıxartmır. Görürsünüz, tərtəmiz açılıbdır. Bir dənə qalıb açılmayan yerləri. Onlar da artıq hazırdır. Və indi yuma yerini alacağıq. Və diqqət eləmək lazımdır ki, açılanı açılmayandan ayırıb belə gözlətmək lazımdır ki, saç yanmasın, zədələnməsin. Hətta çıxartdıqdan sonra sulu dəsmalla falan silə bilərsiniz. Ümumilikdə görürsünüz, üstlərdə daha seyrəkdir. Əslində bu çolkanındır da, yəni ki, xanımın öz istəyi oldu ki, face light'ı daha çox olsun, üstlər daha natural gəlsin və altılar falan dolğun olsun. Görürsünüz bu belə. Belə bir şey elədik ki, həm yığanda altlardan da blond çox olsun, face light'ı ümumilikdə yoğun elədik. Amma görürsünüz burada daha natural
bir keçidlər yaratdıq. Daha natural keçidləri yaratmamızın səbəbini zaten demişdik, niyə elə elədik. İndi isə saçı nə ilə tonlayacağıq? Yalnız və yalnız mix tonlardan istifadə edirəm. Deməli, göy mix ton, bir də bənövşə mix ton, hərəsindən 1 qram, ümumilikdə 60 qram oksidant, 0,5% və 10 qram, 15 qram da su. Bu qarışımla ümumilikdə ton verib, daha natural keçidlər falan görürsünüz. Yəni burada heç keçidləri falan işləməyə də ehtiyac yoxdur. Daha natural bir blond, neytral bir blond eləyib nəticəni sizlərlə paylaşacağım. Məqsəd nədir? Neytral sarını əldə eləməkdir. Məqsədimiz budur. Buna görə də ki, öncəlik o oldu ki, mix tonlarla biz orada neytrallaşdırma elədik. İndi isə rəngin cüzi özünü, orada həm isti, həm soyuq rəngləri var. Deməli, həm birlərdən, həm üçlərdən istifadə elədik ki, həm isti, həm soyuq olsun. İndi dayandır onu bir dəqiqə. Suyu saxla. Suyu saxla. Çox cüzi bir dənə ton verəcəksən. Qarışdır hər yerinə. Məqsəd də odur. Ümumilikdə asfitleniyada saç qaldı nə qədər? Bir sahada yaxın. Falqaları düzdüz. Ondan sonra bir sahada yaxın vaxta baxın. Falqalar qalsın asfitleniyanın içində saçlar. Ondan sonra ayırın. Açılmışları silin, sıyırın, təmizləyin ki, yanmasın. Digər tərəflər gördünüz açılmayıb, ora biraz da asfitleniya keçə bilərsiniz. İlk asfitleniyadır. Bunu 10-11 səviyyəsinə qədər açmağa ehtiyac yoxdur. Xanımın istəyi blonddur. Blond başlayır 7, 8, 9, 10-cu səviyyələrdədir. 7-dən başlayır. Buna görə rahatlıqla 8-ci səviyyədə, 9-cu səviyyədə tərtəmiz açılmış bir saça istədiyiniz tonu tətbiq eləyə bilərsiniz. Çalışdığımız qədər informasiya, məlumat ötürürük sizə. Belə videoların davamının gəlməyi üçün, əgər maraqlıdırsa, siz də kommentə öz fikirlərinizi yazın. Kanalıma hələ də abunə deyilsəniz, abunə olun. Çünki bu videodan sonra məni itirə bilərsiniz. Və komment yazın, abunə olun ki, biz belə videoların davamını daha geniş, yəni müştəri icazə vermədiyi təqdirdə əlimdən gələn nə varsa bunu elədim ki, çəkiliş eləyim, sizlərə görsədim. Amma çalışdığımız qədər indi icazə ala biləcəyimiz müştərilərdən falan sizlər üçün çox gözəl, möhtəşəm bir çəkilişlər edib və paylaşaram ki, siz də biləsiniz ki, vəbşə nəyi necə etmək lazımdır. İnkişaf daima gözəldir. İnkişaf daima. Onsuz da ki, ömrümüzün bir çox yarısı sosial mediada gedir. Ən azından düzgün istiqamətdə vaxt keçirdin ki, bu sizin gələcəyinizə nələrsə qatsın. Görürsünüz əzizlərim, iş bitdi. Burada neytral sarı var. Nə çox yoğun küllü rənglər var, nə də çox isti rənglər var. Neytraldır rəngləri və gedişatı siz az da olsa başa saldım nəyi necə etmək lazımdır. Xanımın istəyini nəzərə alaraq qabağına blondu daha çox elədik və bu qabağının blondudur.